Əla aşağıda ailəyə bərəkət, sevinc və xoşbəxtlik gətirən uşaqların doğum tarixləri qeyd olunub. Bu tarixlər həm xalq inanclarına, həm də astroloji enerjilərə əsaslanır. Mart doğum günləri 3, 9, 15, 21-27. Bu uşaqlar ailədə sevgi və mehribanlıq enerjisini artırır, valideynlərin ürəyini bir-birinə daha çox bağlayır. May doğum günləri 5, 10, 19, 28. Mayda doğulanlar bərəkət simvoludur. Ailəyə ruzi, sağlamlıq və uzun ömürlülük gətirirlər. İyul doğum günləri 2, 7, 13, 22, 30. Bu uşaqlar ailəyə uğur və işıq enerjisi gətirirlər. Onların gülüşü evdəki bütün pis enerjiləri uzaqlaşdırır. Avqust doğum günləri 1, 8, 17, 23, 29. Avqust uşaqları ailənin qoruyucu mələkləri sayılır. Onlar ailəni pis gözlərdən və bəd enerjilərdən qoruyurlar. Sentyabr doğum günləri 4, 9, 16, 20, 25 bu tarixlərdə doğulan uşaqlar ailəyə sabitlik, düşüncəlilik və maddi rahatlıq gətirirlər.